Hörmətli dəyərli Dərələz TV izləyiciləri, bugünkü qonağımız Dərələz mahalının Qovuşuqda oxuyubdu, amma Qızılgül kəndinin sakinidir. İnşallah özü haqqında məlumat verəcək. Buyurun. Mən Babayev Fərman Telmanoğlu 58-ci ilin dekabrında anadan olmuşam Qızılgül kəndində. Orta məktəbi Cəddə oxumuşam 7-ci sinifə qədər. 8-i 9-10 Qovuşu kəndində qurtarmışam. Sonra gedib texnikum oxumuşam. Qayıdıb gəlib 77-ci ildə əsgəriyə gedib 79-da gəlib Cəddə 83-cü ilə kimi işləmişim. Qovuşda işləmişsiniz yoxsa Qızılgüldə? Qovuşu safxozunda baytar həkim işləmişim. Onda safxoz direktoru kim idi sizin vaxtınızda? Zeynalov idi rəhmətli. Hə, Zeynalov idi. Bəli. Qovuşuq kəndində oxuduğunuz illərdə orada nə xatirələrinizdə qalıbdı? Xatirələrimiz çoxdur. Müəllimlərimizdən Elbəy dayımıza dərs keçib. Əli müəllim keçib, rəhmətlər. Nəsurla müəllim Allah ömür versin dərs keçib. Müəllim göstərəndə Calal müəllim dərs keçib. Firida müəllim, Rus müəlliməsi o dərs keçirdi. Kazım müəllim. Kazım müəllim də dərs keçirdi. Kazım müəllim də coğrafiyadan bizə dərs keçirdi. Mən oxumuşam Qovuşu kəndində rəhmətli Siyənfər, Beypud, İlham, Salih, Mənsurə xanım, Yadınızda qalanlar, yəni bunlarla oxumuşam, Musa müəllim, bunlarla oxumuşam. Qızılgüllə bağlı orada doğulmusunuz. Qızılgüllə bağlı Dərələzin gözəl bir səfalı yerlərindən biri Ən olubdur. gözəl səfalı yerlərindən biri bizim kəndidir. Adı, ilk adı nə olub? İlk adı məncə olub gəlib görəsin. Sonra olub ay səsi. Ayın səsi. Ayın, göydəki ayın səsi. Çox elə ay səsi deyil, amma yox. Bunun kitabı da var, mən özüm oxumuşam. Sonra olub gəlib görəsən, sonra onun ermənilər dəyişib qoyublar Qızılgül. Kəndimiz o qədər gözəl olub ki, hara baxılmışsan həyətlər, hamısı Qızılgül kollarmış. Kənddən Qızılgül gəlirmiş. Qızılgüldə olan o çaylardır, dağların və onların adlarını deyərdiniz ki, gələcək nəsillər bilsin. Bizim kənddə suya görən belə zəngin su olan kəndi idi. Çox zəngin. Kəndin elə bir sağından da solundan da böyük çay axırdı. Adlarını zəhmət olmasa. Nabın çayı deyirdik uzunlarda, Ayülənin çayı deyirdik, gəlir qovuşurdular bir yerə. Sonra çıxırdım dağlara, böyük təzəhli, orta təzəhli, Fənə yurdu, Qalonun yurdu, Kürdün yurdu. Çoxdu, hamısı Ağbulaq, böyük bulaqlar var idi. Bir tərəfimizdə təmiz meşə idi, tikanlı idi, qoyunbasan idi, tarlamlar deyirdi, şkol yer deyirdi, uzunlar tərəfi idi. Çox gözəl yer idi, çox həddindən artıq. Demək olar ki, bizim kəndə yazda meşəyə girərdim, qar yağana kimi azından ölməzdi. Fərman müəllim, orada olan otları və onların xarakterini, daha çox otların nəyə təsiri çox idi insan orqanizması, onlar haqqında yaz gələn kimi bulaqların başından bağırdım, qıpqırmızı yarpız çıxıb, gişkan çıxıb, yumurtadan pişirərdi, lavaşın arasına qoyub, yarpızdan qoyub yeyərdi, ləzzət verərdi. Bizim kənddə demək, otları götürəndə cacıq idi, birinci çıxan, kiriş çıxırdı, yazda kətə pişirirdi, yal otu, gözəl, yal otu hər yana baxırdın, yaşıl yal otu, baldırxan idi, girkan idi, yemli idi, quz qulağı idi, cacıq idi, şoxsan idi, filtan idi, nəmi, hamısı. Götürəndə hamısı yeməli idi. Hamısı dərman idi, əlləş, bencar vardı, şüpür vardı, əvəlik var idi. Gedib təzəhlidən, böyük təzəhlidən yığardılar. Yazda gətirib, örü basıb, qurudub, qışa tədərik eləyərdilər.